Torpaqlarımızın azadlığı uğrunda şəhid olan Emin Məmmədovun xatirəsinə həsr olunan oğlanlar arasında mini futbol turniri başa çatıb. Birincili 2002-2003 təvəllüdlü yeniyetmələr arasında keçirilib. Yarışda 10 komanda 2 yarım qrupa bölünərək dairəvi sistem üzrə mübarizə aparıb. Turnirin sonuncu oyun gününün ilk qarşılaşmasında çempion olmaq şansını itirən Çinar və Gəncə Tim komandaları 3-cü yer uğrunda qarşılaşıb. Daha yaxşı təsir bağışlayan birincilər 4-1 hesabı ilə qələbə qazanaraq 3-cü yerə çıxıblar. Həlledici qarşılaşmada Ümid və Tim futbolçuları üz-üzə gəlib. Bu qarşılaşma isə 3-1 Ümid komandasının xeyrinə başa çatıb. Mübarizələrin ardından bağlanış mərasimi keçirilib. Burada çıxış edən veteran futbolçular yarışda yer tutan komandaları təbrik edərək onlara gələcək yarışlarda uğurlar arzulayıblar. Daha sonra vaxtilə bu cür turnirlərdə top qovan, hazırda isə Qəbələnin 17 yaşlı futbolçulardan ibarət komandasının kapitanı olan Əli Səmədov digər az yaşlı futbolçulara örnək göstərilib. Çox sevindirici haldır. Yəni burada yaxşı təşkil olunmuş turnirdə yaxşı uşaqlar çoxdur. Yəni üzə çıxan uşaqlar çox idi. İrəlidə yəni yaxşı futbolçular ola bilərlər. Yəni burada çox uşaqlar var idi elə. Bundan başqa ayrı-ayrı nominasiyalar üzrə turnirin ən yaxşı futbolçuları da mükafatlandırılıb. Birinciliyin ən yaxşı qapıçısı Elmir Bayramov, ən yaxşı müdafiəçisi Rüfət Məmmədov, ən yaxşı yarım müdafiəçisi Ümid Həmzəyev, ən yaxşı hücumçusu Coşqun Qasımov, ən gənc oyunçusu Fərid Kələntərov, ən yaxşı məşqçisi isə Basif Vəliyev seçilib. Mən bu turnirlərin bombardiri oldum və mən çox istəyirəm ki, belə turnirlər çoxlu olsun. Mən böyüyəndə güclü komandalarda oynayıb, orada da çoxlu toplar vurmaq istəyirəm. Xatırladaq ki, turnir hər il ənənəvi olaraq keçirilir. Bu il təşkil olunan yarış isə sayca 9-cu olub.